Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilmin ya kerim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli Müslümanlar. İnternetimiz bizde zayıftır, gelir gelir, olabilir ders kəsilər. Ama yeniden qoşulur avtomatik inşallah. Deməli biz artıq 20-ci dərsdəyik Zad Akademiyasının əqidə dərsliyində 3-cü müstəvidə. Və bugünkü mövzumuz qeyri-məşru olan təvəssül. Təvəssüldəyik biz, ümumiyyətlə 5-ci fəsildir bu. Təvəssül və növləridir, isimləridir ki, biz məşhur təvəssülü keçdik keçən dərslərdə. İndi bu dərsdə isə, keçən dərsdə qaldığımız nə idi? İkinci qismi, yəni birinci qismi məşhur təvəssüldür, onların növlərini keçdik biz. İndi ikinci qismi, o da ki, qeyri-məşru, yaxud məmnu deyirlər, mən olunan, qadağan olunan, nəhy olunan, deməli, icazəli, məşru olmayan təvəssül növü. Deməli, təvəssüldə əsl olan, yəni biz ikinci növün dedik, oxuduq. Keçən dərsdə bir cümlə cəmsi oxuduq bundan. O da nədir? Yəni, məşru olmayan təvəssül hansıdır? Allah subhanahu teala'ya, yəni ki, nə kitabda, nə sünnədə vəsilə olaraq sabit olan bir şey, yəni nə kitabda, nə sünnədə bu vəsilə olaraq sabit olmayıb. Nə kitabda, nə də sünnədə vəsilə olaraq sabit olmayan bir şey ilə Allah'a nədir? Yaxınlaşmaq. Bir qulun Allah'a yaxınlaşması bu qeyri-məşru təvəssüldür. Ki, təvəssüldə əsl olan nədir? Təvqifilikdir, təvqifdir. Yəni, təvəssüldə əsl olan nədir? Təvqifdir, təvqif. Təvqif nə idi? Biz fiqh usulunda da keçmişdik. Yəni ki, bu Allah'tan gələn yəni şəriətdə gələn naslara dayanır. Orada durur. Yəni bu barədə naslar varsa, şəriətdə bu barədə naslar varsa, artıq ona əməl olunur. Yəni bu şey təvəssüldürsə, kitab və sünnədə gəlibsə, elhamdülillah, deməli məşrudur. Bu şey haqda Quran və sünnədə heç bir dəlil yoxdursa, onun vəsilə olması haqqında bir ayə, bir hədis yoxdursa, orada nədir? Biz dururuq. Artıq o qeyri-məşru olur, məşru olur. Ta dəlil gələnə kimi. Nədir? Təvəssüldə əsl olan təvqifdir. Təvqif həmən odur, durmaq. Yəni, naslar varsa edirik, yoxdursa dururuq. O artıq caiz deyil, məşru deyil. Elə isə yalnız kitab və sünnəyə uyğun olanla təvəssül edilir. Kitab və sünnəyə müvafiqdirsə, uyğundursa, onunla təvəssül edilir. Yəni, kitab və sünnədə varsa onun təvəssül haqqında bir şey. Birinci, bu qeyri-məşrunun növlərini. Burada bu dərsdə, ümumiyyətlə bu dərsdə biz artıq 5-ci fəsli təvəssüllə bağlı olan bölümün, yəni fəsli keçəcəyik və bitirəcəyik. Burada 3 növün gətirdi müəlliflər ki, növləri çoxdur. Qeyri-məşrunun növləri çoxdur. Burada sadəcə ən çox yayğın olan, gündəmdə olan, ən çox özlərini İslamla nisbət edən insanların arasında yayılmış növlərdir. Deməli, birinci növü nədir? Növləri isə aşağıdakı kimidir. Həmən qeyri-məşru qismi ki var, 2 qism var. Məşru, qeyri-məşru. Məşrunu keçdik növləri ilə, indi qeyri-məşrunu keçirik növləri ilə. Burada 3 növ verilir. Müəlliflər deyir ki, birinci növ nədir? Ölüdən dua ilə və şəfaət tələb etməklə təvəssül etmək. Bu şirki növdür. Ümumiyyətlə, əvvəlcə qeyd edə bilərsiniz. Təvəssül deməli 2 növdür. Şirki və bid'i. Biz bunu Əl-Fiqhul Əkbarda keçmişdik. Deməli, şirki növü var, yəni təvəssülün hamısı haramdır. Qeyri-məşru təvəssüldən biz danışırıq şübhəsiz. Qeyri-məşru, yəni kitab və sünnədə təsdiqini tapmayan təvəssül növlərinin hamısı haramdır. Heç biri caiz deyil. Sadəcə haramların içində indi şirk dərəcəsinə çatan var, şirk dərəcəsindən aşağı olanlar var. Bax, bu cür 2 yerə ayrılır. Şirki təvəssül, şirk dərəcəsinə çatan, bir də bidət təvəssülü, yəni. Şirki təvəssül hansıdır? Burada əsas qayda budur. Bu, yəni həmişə vurğulayırıq, burada yeri gəlmişkən də vurğulayaq. Müəyyən qaydalar var. Onları mütləq biz, yəni əzbərləməkdən başqa, sözlərini əzbərləməkdən başqa, özlərini də gözəl şəkildə qavramalıyıq, fəhm etməliyik. Bu qaydalar hər bir şeydə, hər bir fəndə qaydalar var. Və bu qaydaları insan gözəl şəkildə qavrayanda artıq, məsələn, indi burada bəzi misallar biz çəkəcəyik, düzdür?
İndi bu misalların xaricində bir misal gəlincə, neyinir? Qaydanı qavramayan insan dərhal elə bil ki, birinə müraciət edir. Bu görəsən hansı növdür? Şirkidir, yoxsa bid'idir? Amma qayda biləndən sonra, necə ki biz ibadət şirkinə demişdik ki, ibadət şirki nədir? Allahdan başqasına ibadət etmək. İbadət yaxud duada şirk nədir? Allahdan başqasına istəmək. Ölüləri biz dedik ki, qeyri-qadirlərdir, ümumiyyətlə qeyri-qadirlər sinifinə daxildir. Ölülərdən, qeybdə olandan nəsə istəmək bir mənalı şirkdir, onun ən kiçiyi yoxdur. Hamısı böyük şirk, İslamdan çıxardan şirkdir. Ölüdən çünki qeyri-qadirdir, qeybdən isə çünki görmürsən, eşitmirsən onu, deməli, indi deməliləri, orada səbəblərini də açıqlamışıq. Deməli, iki əsas səbəb alimlər gətirir. Və burada qayda nədir? Hansı təvəssül? Çünki bugünkü gündə bu çox gündəmdə olan və necə deyim, müəyyən müsəlmanlar arasında ixtilaflara, parçalanmalara, bir-birlərini təkfir etmələrə, bidətçi demələrə, yəni bu buna murciə, ona xavaric deməyə səbəb olan məsələlərdəndir. Deməli, təvəssülün şirk növü hansıdır? Əgər orada Allahdan başqasından istəyirsə, biz təvəssül burada dua ilə təvəssüldən danışırıq. Dua ilə təvəssüldən. Allahdan başqasından istənilirsə, bu şirki təvəssüldür. Çünki Allahdan başqasından istəyirsən, dua ibadətdir. Allahdan başqasından duanın hər hansı bir növü, ibadətin hər hansı bir növünü ki, dua ən böyük növüdür, ibadət elə dua elə ibadətdir, hədisin keçmişdik. Yəni, ibadətin hər hansı növünü ki, dua da onlardandır, Allahdan başqasına sərf etmək böyük şirkdir. Və bu, Allahdan başqasından istənilirsə orada, istənilən kimdən nəsə istəyirsən, o Allahdan başqa bir şeydirsə, deməli, bu şirkin təvəssüldür. Yox, istənilən Allahdırsa, sadəcə şəriətdə caiz olmayan şəkildə, şəriətdə varid olmayan, Quranda və yəni, hədislərdə varid olmayan şəkildə istənilirsə, amma Allahdan istənilir. Sadəcə icazəli olmayan şəkildə istənilirsə, bu nə olur? Bu bidət təvəssül olur. Yəni, İslamdan çıxarmayan bidət mənasında işlənilir. Yoxsa, yəni, İslamdan çıxaran bidətlər. Deməli, nə olur? Yeni təkrarlayayım. Şirki təvəssül istənilən Allahdan başqasıdırsa, yəni Allahdan başqasına dua edirsənsə, Allahdan başqasından istəyirsənsə, bu artıq şirk təvəssüldür. İslamdan çıxardan şirk. Yox, Allahdan istəyirsən istəməyinə, amma iki misallar gələcək bunların olsun. Amma icazəli olmayan şəkildə, şəriətdə gəlməyən şəkildə istəyirsənsə, bu Allahdan istədiyin üçün Allahdan başqasına burada ibadət yoxdur. Allahdan istəyirsən. Amma Allahın izin vermədiyi şəkildə istədiyin üçün bu nə olur? Şirk dərəcəsindən çatmayan, ondan aşağı olan bidət təvəssül deyirik ona. Sonra, deməli, indi keçək. Bu birinci növ şirki növdür. Birinci, ölüdən dua ilə və şəfaət, yəni ölüdən şəfaət tələb etməklə təvəssül etmək. Təvəssül nə olur? Ölüdən, fikir verin, Allahdan deyil. Ölüdən dua tələb etməklə, dua etməklə və yaxud ondan şəfaət tələb etməklə, ey filan kəs mənim üçün şəfaət ilə Allahdan, ey filan kəs mənim üçün dua ilə Allaha, ey filan kəs mənim üçün bağışlama ki, dualardan biri bağışlama dili Allahdan. Yəni, filan kəsdən istəyirsən, həmən o Allahdan, başqasından istəyirsən, bu artıq şirki bidətdir, şirki təvəssüldür. Deməli, ölüdən dua və şəfaət istəməklə caiz deyil. Cümlə olabilir. Yəni, deməli, ölüdən dua və şəfaət istəmək caiz deyil. Xüsusilə də qəbrinin başında, yəni biri var, insan qəbrin yanında deyil, öz evindən, yəni ondan kənardan istəyir. Biri var, birbaşa gəlib qəbrin başında istəyir. Təəssüflər olsun ki, bidət əhli əksinə hələ bilirlər ki, qəbrin başında istəməyi daha da şirkdən uzaqdır. Niyə görə deyirlər? Qəbrin başında onun belə normalda, yəni sağ insan olsaydı, qəbirdə ölü olmasaydı, yəni eşitmə məsafəsində istəyir ondan. Yəni, bu fikirləşilir. Halbuki, yəni şeytan onları elə gözəlləşdirmək demək olarsa, don geyindirir. Halbuki, əslində, alimlər nə deyir? Xüsusilə də qəbrin başında. Niyə? Səbəb? Niyə bu daha pisdir, daha da caiz deyil, daha da haramdır? Çünki bu ona daha çox bağlılıqla olur. Yəni, insan biri var, görmədiyi bir şeyə dua edir, ölü deyil, görmür, uzaqdadır.
dua eləyir. Allah hidayət versin. Biri də var, birbaşa qəbrini görür. Yəni birbaşa da belə deyək, bəzi adamlar heç belə deyək, heç kəsin qarşısında durmadığı kimi o cür sakit dururlar, xuşu ilə. Yəni heç namazda belə durmurlar, ha, namaz qılırlar, o müşriklər. Yəni namazda belə durmurlar. Yəni o qəbrin başında o övliyə saydığı və yaxud nəsə övliyə də ola bilər. Onun əməlinin sənə heç bir adiyyəti yoxdur. Yəni elə dururlar. Yəni quş başlarına qonsa tərpənməzlər yəni. Halbuki bu cür Allah ancaq Allahın qarşısında durmaq caizdir. Yəni deməyimlə həmin alimlərin dediyin izah edirəm ki, qəbrin başında xüsusilə niyə görə qadağan edirlər, niyə görə bu daha çox haramdır? Çünki orada birbaşa o şeyi hiss edir, yaxınlığı hiss edir, ölüdür və s. və onun qarşısında daha da könlü ona daha da çox bağlanır. Təalluq deyil, qəlbin bağlılığı Allahdan başqası, Allaha deyil, Allahdan başqasına bu ölüyə qəlbi daha da çox bağlı olur, daha da çox şirk qoşmuş olur yəni. Bu da ki, nədir? Münkər bidətlərdəndir. Yenə deyirəm, arada burada sözlər var. Dediyimiz kimi, yenə müasir alimlərdə belə yəni fərqli görüş söyləyənlər var, amma biz bildiyimiz Nəcd alimlərinin ən azından yəni hamısı o dövrlərdən bu yana yəni bu əmələ böyük şirk deyirlər. İslamdan çıxardan böyük şirk. Ölüdən dua istəmək, ölüdən ay mənim üçün bağışlama dilə, mənim üçün şəfaət et Allahdan və s. və s. Bunlar böyük şirkdir. Ona görə bəzi naslarda bidət sözü keçirsə, bu bidətdir. Yəni İslamdan çıxır. Çünki bidətin İslamdan çıxaranı və çıxarmayanı var. Düzdür? Yəni İslamda, əsli İslamda, şirkin əsli yeri var İslamda. Əsli var, yoxdur. Əksinə əsli İslamda ziddir. İslamda əsli olmayan hər bir şey bidətdir. İndi onların içində mükəffirə və qeyri-mükəffirə deyilən. Yəni insanı İslamdan çıxarıb təkfir edən, kafir edən bidətlər var. Sahibinin, yəni kimi iş görərsə, bir də onu kafir etməyən var. Yəni bu sözləri deməyim, bu işıqda anlamalıyıq. Bu da ki, deməli münkər, yəni çirkin, münkar olunan bidətlərdəndir. Şirkə və Allahdan başqasından istəməyə gətirib çıxaran vəsilələrdəndir. Dediyim kimi, yəni müəlliflər ola bilər. Şeyx Əbdülməcid və Şeyx Buzeyd Məkki və s. və digər müasir şeyxlər bu məsələni açıqlayarkən açıq-aşkar böyük İslamdan çıxardan şirkdir. Və bəzi sözlər, bu biraz məsələn İbn Teymiyyə Rahimullahın sözlərində də var. Bu eynən bu cür sözlər şirkə və Allahdan başqasına istəməyə gətirib çıxaran vəsilələrdəndir. Yəni anlaşılan odur ki, o özü şirk deyil. Gətirib çıxara bilər kimi anlaşıla bilər və Allahdan başqasına istəməyə. Halbuki burada elə Allahdan başqasından istəmilir onsuz da. Nədir? Ölüdən dua və şəfaət istəmək. Cümlənin əvvəlində elə gəlir. Ona görə dediyim kimi bu cür biraz sadəcə kitabın əmanəti olaraq biz olduğu kimi tərcümə edirik. Amma bir çox kitablarda olduğu kimi görsən müəyyən şeyləri artıq izah edərkən yanlış anlaşılmasın deyə o düzəlişlərə yol verilir. Deməli, şirkə və Allahdan başqasından istəməyə gətirib çıxaran vəsilələrdəndir. Bəzən hal onu dindən çıxaran böyük şirkə çatdırır. Eyni mövzulu davam edir cümlə. Bu da ki, onların yəni təvəssül edənlərin ölülərə, kimlərlə ki təvəssül edirlər, kimlərə təvəssül edirlər, ölülərə dəhşət bağlı olduqları üçün. Yəni nə zaman deyir, böyük şirkə çatdırar, artıq birbaşa həmən o dua edənlər, təvəssül edənlər bu şeylərlə, həmən o kimlərə ki təvəssül edirlər, o ölülər və s. Onlara dəhşət bağlı olduqları üçün, bağlı olduqları halda nə olur? Artıq birbaşa həmin o bağlılığa görə şirkə gətirib çıxarır. Onlar arasında çox baş verir. Bu da onlar arasında çox baş verir. Hətta çox mətin budur. Məsələn, Şeyximiz Əbu Zeyd Məkki buna bənzər yerləri izah edərkən bir-iki dəfədə mən sizə onun sözünü nəql eləmişdim inşallah. Yəni nədir? Bu xəyali, belə deyir, xəyali bir surətdir, yəni xəyali bir şəkildir. Yəni necə? Bu, yəni fantaziya ilə bağlı olan bir şeydir. Yəni belə bir, əslində belə bir şey yoxdur, belə bir insan deyir, dünyada yoxdur ki, gəlsin qəbrin başına kiminsə məsələn və sadəcə ey filan kəs mənim üçün Allahdan şəfaət elə, ey filan kəs mənim üçün Allahdan bağışlama dilə, yəni bu cür
onun hakkında heç bir ilahi bir sifət ona vermədən, yəni batil bir etiqadda olmadan bu cür dua etməsi mümkün olan bir şey deyil. Yəni o əməli edən hər hansı bir insandan soruşsan, biraz araşdırma etsən, mütləq görəcəksən ki, onun qəlbində şirk var. Mütləq. Ona görə nə deyir? Yəni bu deyir surət mümkün olan bir şeydir. Deyirlər axı məsələn, ay gəllə qəbrin başında olsa, eşitməmə, halbuki qəbrin başına belə buraxmırlar. Demişik o divarın arxasındadır. Sağlığında belə o divarın arxasında sən yəni səslənsəydin, səni eşitməyəcəkdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni nədir? Yəni yenə fərz edək ki, yəni qəbrin başında da buraxıblar onun bildiyi dillər, Peyğəmbərimiz nə türkçə bilirdi, nə rusça bilirdi, nə başqa bir, ancaq ərəbcə bilirdi. Yəni o, yəni ərəb dilində və s. desən belə kimsə. Bu nedir? Mümkün değil ki bu insan o yani peygamber hakkında veyahut başka o cür tevessül ettiği herhangi bir şəxs hakkında batıl etiqadda, İslamdan çıxaran küfür etiqada sahip olmasın. Mütləq o kimə ki təvəssül edir, mütləq onun haqqında hər hansı bir ilahlıq iddiasındadır. Ən azından hər yerdə eşidir, dualarına cavab verir, ehtiyaclarını ortadan qaldırır, nə bilim, neyinir. Cürbəcür hələ təvəssülün bəzi növləri var dərsdə. Bugünkü dərs uzundur. Elə biz bu başdan bu qədər uzun durduq. Yəni ki, vaxt qalsa deyərik. Deməli, mümkün olan bir şey deyil. Mütləq onun qəlbində şirk, bir küfür, etiqad vardır. Hələ bunun əməlin özünü belə fərz edək ki, böyük şirk saymasın. Bu cür etiqadsız bir insan bunu etsə, şirk olmaz desək belə, halbuki onu demirik. Yəni desək belə, yenə bu hal heç vaxt olmayıb mümkün olan şey deyil. Yəni elə bir insan tapa bilmərsiniz deyil. Sadəcə bir fantaziya ilə bağlı insanların bidət əhlinin özlərindən çıxartdığı bir surətdir. Elə bir insan yoxdur. Niyə? Çünki məsələn Şeyx Abdullah Əl-Cərbub şəxsən özünü soruşduğumuz halda, yəni indi ki həmən bu hələ şəfaətlə bağlı, yəni hətta işlənib belə cavab verərdi. Belə cavab verərdi ki, o insan niyə də Allaha qoyub, niyə o Allahdan başqasından istəyir də mənim üçün şəfaət dili Allahdan, mənim üçün bağışlama dili. Elə desin ki, Allahım filan kəsi mənim üçün şəfaət çək. Allah verəcək də o şəfaəti. Allah ona izin verməsində şəfaət diləyə bilər. Allah sənin üçün izin verməsə, heç şəfaət haqqı verirsə belə sənin üçün diləyə bilməz. Hamısı Allahın əlindədir. Niyə? Bax, elə də hirslənə deyib ki, niyə, min kərə niyə? Elə də deyir Şeyx Hafizullah. Niyə, min kərə niyə? Sonda da deyir, sənə cavab verim, özüm sənə cavab verim. Çünki onun qəlbi xəstədir ona görə. Yəni Allaha qoyub hər şeyin şəfaət Allahın əlindədir. O bəndə də səni təvəssül etdiyində Allahın əlindədir, Allahın bəndəsidir, Allahın izin vermədən heç bir şeyə qadir olan şeyə, izinsiz heç bir şeyə heç kəs üçün nə şəfaət edə bilər, nə ümumiyyətlə şəfaət edə bilər, nə sənin üçün, nə başqası üçün edə bilər. Niyə Allaha qoyub, o sahibi qoyub, yəni başqasına, Allahdan başqasına, onun bir bəndəsinə, onun məxluquna nə qədər üstün olsa da Allah dərgahında ən üstün məxluq olsa da niyə dua edirsən? Cavabı şeyximizin dediyi kimi qəlbi xəstədir ona görə. Şirk xəstəliyindən xəstədir Allah edərdir. Deməli, Uca Allah belə buyurub. Bu sizin Rəbbiniz olan Allah'tır. Mülk O'nundur. Sizin ondan başka yalvardıklarınız hurma çəkirdeğinin pərdəsinə belə sahip değiller. Hurmanın çəkirdeği ki var, içindeki onun hamımız hurma yeri bir o xət var. Bir də onun pərdəsi var. O pərdədən. Bəzən o xət nəzərdə tutulur. Quran-ı Kərimdə bəzi ayələrdə, bəzən məsələn bu ayədə olduğu kimi həmin pərdə nəzərdə tutulur. Yəni az bir heç bir şey deyil. Ona belə sahib deyirlər Allahdan başqa həmin dua etdikləriniz. Əgər siz onları çağırsanız, yəni onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər. Eşitsələr də bu fərzdir, eşitmirlər onsuz da. Eşitsələr belə fərz edir ki, eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin şirkinizi, burada tərcümədə sizin etdiyiniz ibadətləri, amma biz ərəbcə olduğu kimi şirkinizi. Niyə? Çünki sizin ibadət etdiklərinizi bu ibadətdir. Bunu bildiyorsunuz. Dua etmə ibadətdir. Amma bu etdiyi ibadətin hökmü nədir? Şirk. Allah Subhanahu birbaşa Quranda bunu belə adlandırır. Ona görə yəni o söz dəyişildikcə həmən mənanı, həmən hökmü o tərcümədən çıxarmaq mümkün deyil. Ona görə bu cür
Bu dərsdə ümumiyyətlə bir çox ayələrdə bəzi düzəlişlər elədik özümüz lazım bildiyimiz ki, orada müəlliflərin verdiyi məna o ayənin nə məsələyə dəlil gətirir, hansı məsələyə dəlil gətirirlər deyənə ona uyğun mənada olsun, ya yoxsa o dəyişiklik eləməsəydi tam heç o dəlil orada ki, görəcək anlaşılmayacaq. Deməli, onlar qiyamət günü sizin şirkinizlə danacaqlar. Yəni siz şirk qoşursunuz onlara bu cür dua etməklə və bu şirki də onlar danacaqlar, inkar edəcəklər. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. Fatır surəsi 13-14-cü ayə. Uca Allah həmçinin belə buyurub başqa ayədə, Allahı qoyub qiyamət gününədək özünə cavab verə bilməyənlərə dua edən kimsədən daha çox azmış kim ola bilər? Burada da deyəsən tərcümə önündə, tərcümə əlinin altında deyil. Orada dua edə bilməyən şeylərə yazırlar. Halbuki ərəbcə mən gedir. Əslində mən canlılar, yəni aqillər üçün nəzərdə tutulub. Düzdür, ərəb dilində təqrib deyə bir qayda var. Canlılara, yəni aqil deyil, biz canlı cansız öyrəşdik. Orada ərəbcə canlı cansız deyil. Yəni aqil, qeyri-aqil. Aqil və əvəzinə, məsələn, qeyri-aqillərə də müraciət olunur. Həmin o mənlə tutarım ki, aqillərə isə mənlə müraciət olunur, aqil olmayanlara da mənlə də müraciət olunur. Təqrib baxımından çoxluq təşkil edənlər bir-birinə, amma olduğu kimi saxlayaq. Niyə? Çünki bəzən yazındakı bütlər yazırlar, məsələn, mənaca tərcümədə. İndi o tərcümə eləsən, mənaca, mənalı gətirəndə kiməsə, məsələn, qəbirdən istəyənə deyir ki, bu büt deyil ki, o vaxtki bütlərə aiddir. Halbuki ayədə büt sözü yoxdur. Yəni, ibadət etdikləriniz, o büt də ola bilər, cüt də ola bilər, adam da ola bilər, heyvan da ola bilər, yəni hər şey ola bilər. Allahdan başqa hər şey. Ona görə Quranın bəlağəti, ecazlığı o tərcümədə o cür eləyəndə həm saxlanılmır, həm ləfsin ümumiliyi, yəni əhatiliyi də itir. Ona görə bəzi şeylərdə məcbur bu düzəlişləri verir. Əvvəl də dərslərə başlayandan qabaq demişik, o tərcümədə istifadə edir, amma bəzən cüzi, zəruri bildiyimiz düzəlişlər verir. Deməli, nədir? Onlar cavab verə bilməyənlər kim olursa olsun, bilməyənlərə dua edən kimsədən daha çox azmış kim ola bilər? Heç kim bu sualların inkar sualdır, cavabı heç kim. Halbuki onlar, bunların, yəni ibadət olunanlar, bunların, ibadət edənlərin dualarından xəbərsizdirlər. Ümumiyyətlə, heç xəbərləri yoxdur. İnsanlar bir yerə toplanacaqları zaman bunlar onlara düşmən kəsilərək və kəsiləcək və onların ibadətlərini inkar edəcəklər. Yəni, burada da həmən əməlləri, onlara dua etmələri nədir? Allah Subhanahu taala ibadət adlandırır və onlar ibadət olunanlar ibadət edənlərin onlara etdikləri ibadətlərini inkar edəcəklər. Əhqaf surəsi 5-6, 5-ci və 6-cı ayələr. Başqa, Ənəs bin Malikdən radiyallahu anh, sahabə, isə nəql olunur ki, Ömər bin Əl-Xattab radiyallahu anhlarda, deməli, quraqlıq baş verəndə oralarda yağış yağmır, torpaq quruyur, nə olur? O quraqlıqla üzləşdiyi zaman Abbas ibn Abdülmuttalib, Peyğəmbərimizin əmisi, sallallahu aleyhi ve sellem radiyallahu anhlarda, Abbas bin Muttalib vasitəsilə yağış diləyib belə demişdir. Yəni, onun vasitəsilə yağış diləyirdi, onu çağırırdı ki, yağış, istisqa, dua, yəni yağış üçün Allaha dua etsin. Onu yağış yağdırmaqda vəsilə edərlər Allahla özləri arasında. Onlara nədir? Yağış diləyib belə demişdir. Ömər bin Xattab demişdi ki, Allahım, həqiqətən də biz sənə Peyğəmbərimizin sallallahu aleyhi ve sellem vasitəsilə təvəssül edərdik. Peyğəmbərin həyatında, bu Peyğəmbərin həyatından, vəfatından sonra baş verir. Peyğəmbərin həyatında isə onun vasitəsilə təvəssül edərdik sənə. Sən də bizə yağış yağdırardın. Yəni, yağış üçün Peyğəmbər vasitəsilə vəsilə edərdilər, onun duası ilə ki, Allah Resulü sallallahu aleyhi ve sellem yağış yağdırılması üçün dua edərdi Allaha. Allah da əlhəmlə yağdırardı. Doğrudan da biz sənə Peyğəmbərimizin sallallahu aleyhi ve sellem əmisi ilə təvəssül edirik indi. Vəfatından sonra kimlə? Əmisi ilə.
Peygamberle değil artık. Çünkü Peygamber sallallahu aleyhi ve sellem vefat etmiştir. Sen de bize yağış yağdır diye nedir? Dedi Ömer bin Hattab. Hemen ravi de Enes bin Malik dedi ki onlara da yağış yağardı. Yani Ömer Kurahlı'da bu cür diyerdi, onlara da yağış yağardı. Bu cür diyenden sonra Abbas'a radıyallahu anh diyerdi ki Abbas kalk dua et. Allah'a dua et. Elhamdülillah kalkıp dua ederdi. Allah da elhamdülillah Subhanahu ve Teala yağış yağdırardı. Bunu Bukhari ihraç etmiştir bu hadisi. Hizmetin üzerinden gerek biraz evvelde çok durdu ki vaktimiz çatsın. Sonra müeyyen qeydlər var burada. Qeydləri zikr eləyək inşallah. Deməli, şəfaət işte bu hemen bu nedir? Birinci hamısı birinci növdür. Şirki təvəssülün növüdür. Yani ölülere dua etmeyle ve onlardan şefaat dilemeyle tevessül etmek. Allah'a tevessül edirsən kimler? Ölülerin duası, ölülerden şefaat istemeye vasıtası. Deməli şefaat istemek ve ölülerle tevessül etmeyi caiz olsaydı sahabeler peygamberle sallallahu aleyhi ve sellem tevessül etmekten yan keçip Abbas'tan şefaat istemeye asla yönelmezdiler. Şefaat istemeye Abbas'tan burada nedir? Ondan Allah'a dua etmelerini istemek. Ki bu anlaşılır şefaat normalde bildiğimiz şefaatin növü ki bir neçə mənası var. Normalde bizim mövzumuz olan şefaat bunlardır. Deməli nedir mənası? Yani ki eğer ölüden Peygamberimiz sallallahu aleyhi ve sellem hemen vakti hemen Ömer bin el-Hattab mesela Abbas'ı tevessül ettikdə yağış yağdırmakta artık Peygamberimiz sallallahu aleyhi ve sellem vefat etmiştir. Yani müellifler onu izah etmek istəyir ki, Əhl-i Sünnənin görüşü de budur. Şübhəsiz onsuz da burada Əhl-i Sünnənin etiqadını keçirik. Deməli, əgər şəfaət istemek veyahut ölülerle tevessül etmeyi caiz olsaydı ne olardı? Sahabeler en üstün mehlubu, en üstün insanı Peygamberi sallallahu aleyhi ve sellem bırakıp Abbas'ına tevessül etmezdiler. Elə davam ederdilər Peyğəmbərin sağlığında təvəssül etdikləri kimi Peyğəmbərlə, elə Peyğəmbərlə də vəfat edəndən sonra təvəssül edərdilər. Niyə? Abbası ondan fəzilətdə aşağı olan, yəni daha fəzilətli olan yerdə daha ondan az fəzilətli olana üz tutub ondan təvəssül etməzdilər. Deməkləri budur. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə demişdir. Demişdir ki, Abdullah bin Dinardan belə dediyi rivayət olunur. Mən Abdullah bin Öməri radiyallahu anh'dan Ömer'in oğlu Abdullah Peygamberin sallallahu aleyhi ve sellem qəbri başında durup ona salavat getirdiğini ve Abu Bekir ve Ömer için dua ettiği halda gördüm. Yani Peygamberin qəbrini ziyaret ederken şərtə elə gəlib özü Peygamberin qəbrini ziyaret ederken gördü ki Abdullah bin Ömer de Peygamberin sallallahu aleyhi ve sellem qəbri başında durup Peygamber'e salavat deyir. Allahümme salli ala nebiyyina yani salavat mənasında salavat deyir. Yani Peygamberden nəsə istəmir. Peygamber'e salavat deyir ve onun sağında ve solunda bastırılan eyni otaqda Ayşənin radiyallahu anh'ın otağında Abu Bekir ve Ömer için artık onlar da vefat etmişler. Orada bastırılmışlar. Abu Bekir ve Ömer için de dua ettiği halde gördüm. Onlar için dua edilir. Yani ölüler için dua edilir. Onların duaya ihtiyacı var. Ölülerden nəsə ölülere dua edilmir. Ölülere dua edilmir. Yani ölülerden iyi filan kəsməyənin bağışlama dilərlərinə. Yani ölülere dua etmirsən. Ölüler için dua edirsən. Qəbristanlığa getməyin səbəblərindən də biri də odur. Ölümü xatırladasan, o ölüler için dua edəsən, bağışlama diləyəsən və s. Orada ölen müminler için. Deməli ne oldu? Bu cür İbn Ömer'i görmüştür Abdullah bin Dinar. Eyni şekilde Enes bin Malik ve diğerlerinden nəql olunub ki, onlar yani diğer sahabelerden onlar Peygamber'e sallallahu aleyhi ve sellem salam vererler yani qəbrin yanına gelenler. Ama dua etmek istediklerinde yani sadece salam vererler. İbn Ömer'in radıyallahu anh elədiyi kimi veyahut Abu Bekir ve nedir? Ömer'e de salam vererler. Ama yani danışma, nəsə istəmək, belə bir şey Allah qorusun. Onlar elə şeylerden en uzak insanlar idi. Bu ümmetin en fəzilətləridir. Deməyim, bütün peygamberlerden sonra bu ümmet ümumiyyətlə sahabeler en fəzilətlilərdir. Yani bunlar şüphesiz ki şirkten en uzak olanlardır. Deməli bunlar neynərlər? Bu cür edərlər. Ama dua etmek istediği, Allah'a artık dua edeceklerse dua etmek istediklerinde kıbleye yönelip Allah'a dua ederler. Yani qəbrə yönelip de
dua etməzdilər. Qibləyə yönəlib Allaha dua edərlər. Çünki ümumiyyətlə qəbrə yönələndə orada elə olub ki, o heç qibləyə tərəf düşə bilmirsən sən. Qibləyə tərəf düşə bilmirsən. Geri onlardan yayınıb qiblə tərəfə durursan və dua edirsən. Deməli, Allaha dua edərdilər qibləyə yönəlib. Hücrəyə üz tutub dua etməzdilər, həmən o hücrəyə, haradakı bastırılıblar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem və Əbu Bakir Ömər radiyallahu anh. Deməli, ona üz tutub dua etməzdilər. Qibləyə yönəlib dua edərdilər Allaha. Çünki duanın müstəcəb olmaları səbəblərindən də qibləyə yönəlmək. Deməli, 4 imamın Əbu Hanifə, Malik, burada kitabın əmanəti olaraq sadəcə deyirəm, əvvəl yazılmışdı Malik, sonra Əbu Hanifə, amma ümumiyyətlə hər halda bu çap şeyində, belə deyim, yerləri dəyişik düşür. Normalda bütün alimlər həm fəzilət baxımından və yaxud da ki, vəfat etməyə və yaxud tarixi baxımından həmişə ən başda ən böyüyünü zikr edərlər. Ona görə burada da məsələn 4 imamın ən böyüyü kimdir? Əbu Hanifə, sonra Malik, sonra Şafi, ardıcılıq, yəni Malik, Əbu Hanifə yox, Əbu Hanifə, Malik bu cür yazdıq. Sadəcə kitabda Malik və Əbu Hanifə sonra yazılıb. Onu dedik ki, kitab əmanəti olaraq qeyd edildi. Deməli, 4 imamın Əbu Hanifə, Malik, Şafi və Əhmədin və onlardan başqa İslam imamlarının məzhəbi isə, hamısının məzhəbi nədir? Budur ki, kişi, yəni bir insan Peyğəmbərə sallallahu aleyhi ve sellem salam verib, qəbrində məsələn gəlir salam verib, özü üçün dua etmək istədikdə şübhəsiz ki, qibləyə üst tutmalıdır. Qəbrə tərəf yox. Özün üçün salam verdim, amma dua edəcəksənsə artıq neyinsən? Qibləyə üst tutub, dönüb, ora qibləyə tərəf dua edirsən. İkinci növü bu bid'ə. İkinci və üçüncü növ bid'ə. Yəni burada hansı İslamdan çıxarmayan bidət mənasında işlənir. Çünki biz dedik, bu bəzi sözlər ki var, məsələn, dedik, ikisi bir yerdə gələndə, yəni ayrı-ayrı məna verirlər. Ayrı-ayrı gəlirlərsə tək-tək bir-birinin mənalarını verirlər. Burada da məsələn, bidət sözü sadəcə deyilsə, bidətdən çıxardan da var, çıxartmayan var. Amma artıq şirk İslamdan çıxardanla, sonra bidət deyildikdə, deməli burada İslamdan çıxartmayan nəzərdə tutulur. Və burada biz deyəndə, əgər şirki deyirik və bidəyi, onda deyirik nədir? Şirki artıq İslamdan çıxardandır, deməli bidəyi deməli İslamdan çıxartmayan, o şirkə çatmayanlardır. Amma sadəcə bidət desək, təvəssül, məşhur olmayan təvəssüllər, hamısı bidətdir desək, o demək deyil ki, İslamdan çıxartmayandır. Yox, içində İslamdan çıxardan da var, çıxartmayan da var. Tək işlənəndə bir-birinin mənasını verə bilirlər. Deməli, bidəyi ikinci, yəni bidət olan təvəssül, ikinci növ qeyri-məşhurlardan Peyğəmbərin məqamı ilə təvəssül etmək, cah deyirlər. Ərəbcə cah, bicəhin nəbi sallallahu aleyhi ve sellem sadımıza baxaq biz. Deməli, Peyğəmbərin məqamı ilə cah, məqamı ilə təvəssül etmək. Peyğəmbərin məqamı ilə sallallahu aleyhi ve sellem təvəssül etmə bidət dualardandır. Yəni bu duadır, onun misalını gətirəcək burada. Bidət dualardandır, yəni İslamda əsli olmayan dualardandır və aşağıda gələn dəlillərə əsasən də caiz deyil bu cür dua. Bu cür Peyğəmbərin məqamı ilə dua etmək, təvəssül etmək caiz deyildir. Aşağıdakı dəlillərə görə birinci dəlil nədir? Sahabələr Peyğəmbərin sallallahu aleyhi ve sellem məqamı ilə təvəssül etməzdilər birinci. Yoxdur buna dəlil. Təvəssül etməzdilər. Baxmayaraq ki, onlar onu bəzən deyirlər, bu Peyğəmbərə sevgidəndir, siz bunu etməyincə, nə bilim, Peyğəmbərə güya sevmirsiniz, sevginiz azdır və s. Yəni, etdiyi əmələ şirk edirlər, şirki etməyənləri də güya sevgisizlikdə, ehtiramsızlıqda ittiham edirlər. Halbuki Allah, əstəğfirullah, onları Allaha şərik qoşmaq onlara ən böyük günahdır. Çünki onlar bu şirkə qarşı gəlmişlər. Deməli, nə deyirlər? Onlar, sahabələr məqamı ilə təvəssül etməzdilər. Peyğəmbərin məqamı ilə təvəssül etməzdilər. Baxmayaraq ki, onlar onu, yəni Peyğəmbəri bərk, yəni çox güclü təzim edərdilər, uca tutardılar, qədrini bilərdilər Peyğəmbərin və ona olan sevgidə son dərəcəyə çatardılar. Yəni bizdən, sizdən hədsiz, müqayisəsiz dərəcədə daha çox sevərdilər. Yəni daha çox da təzim edərdilər, daha çox yaxşı tanıyardılar, haqqında tanıyardılar. Bu məşru olsaydı, yəni şəriətdə icazəli qanun olsaydı, bunda, yəni Peyğəmbərin məqamı ilə təvəssül etmək məşru olsaydı,
Bunda, bu şeydə ən tez tərpənən sahabələr olardı mütləq. Yəni çünki elə bir xeyir yoxdur ki, onlar bizi özündən sonraki hamısını o şeydə qabaqlamasınlar. Elə bir şər yoxdur ki, ondan özlərindən sonrakilərdən daha çox o şeydən, şərdən çəkinməsinlər. Yəni onlar bütün şeydə qabaqdaydılar, hər bir şey. Radiyallahu anhulardan. Deməli, onlar nədir, belə bir şey məşhur olsaydı, mütləq bizdən, hər kəsdən tez tərpənərdilər, o şeyi edərdilər. Və Peyğəmbərin məqamını da ən yaxşı bilənlər idilər onlar. Buna baxmayaraq, nədir, onlar yenə də Peyğəmbərin məqamı ilə təvəssül etməzlər. Bu birinci dəlil. Ki, nədir, buna dair Peyğəmbəri ən yaxşı tanıyan, onun məqamını da, dərəcəsini də, dəyərini də, hər şey, yəni ən yaxşı bilən, onu ən çox sevən sahabələr yenə də bunu etmədilər. Sonra ikinci dəlil, təvəssül dua və ibadətdir. Təvəssülün özü nədir? Duadır və ibadətdir. Və yaxud şeyximiz dediyi kimi duadır, dua isə ibadətdir. İbadətlərdə əsl olan isə nədir? Biz keçmişdik, məşru olmasına dair dəlil gələnə qədər məndir. Mən, yəni mənə, ərəbcə, yəni qadağandır. Hər hansı bir ibadət ki var ki, təvəssül onlardandır. Çünki təvəssül duadır, dua da ibadətdir. Hər hansı bir ibadət, əsl olan onlar nədir? Orada nədir? Haramlıq, qadağan. Yəni, ta o ibadətin, o əməlin məşru olmasına dair, yəni şəriətdə icazəli ən azından, məşru olmasına dair dəlil gələnə qədər onu etmək caiz deyil, durmalısan. Məsələn, bir əməl etmək istəyirsən ibadət növündən, onu etmək olar mı, olmaz mı? Elhamdülillah. Olar mı, olmaz mı deyə birinci dəlil gözləməlisən. Dəlil varsa, onun olarına, olmaz mı, yəni olarına dəlil varsa, məşruluğuna nə edirsən, edirsən. Yoxdursa, durursan. Qadağandır, olmaz, haramdır etmək. Yəni, bu ikinci dəlildir ki, təvəssül dediyimiz kimi ibadət olduğu üçün təvəssül, etdiyin təvəssülə dair ki, burada məsələn misal, Peyğəmbərin məqamı ilə təvəssül etmək, bu digərləri də qeyri-məşhurların hamısına aiddir. Ona dair dəlil gələnə qədər nədir? Bu haram, əsl olan haramlıqdır. Əsl olan, biz, yəni kimsə, sən bu təvəssül mən edirəm, Peyğəmbərin məqamı ilə təvəssül edirəm, kimsə desə, sən və sənə deyir ki, sən mənə bunun haramlığına dair dəlil gətir. Bu doğru deyil. Ona görə bu nədə əsl olan nədir bilmək çox önəmlidir. Bilmək çox, məsələn, ətlərdə əsl nədir? Biz keçdik, fiqhi qaydalarda keçmişdə 4 şey, namusdur, maldır, candır və ət, yeyilən ətdir. Əsl olan təhrim, haramdır. Ta onun halallığına kimi, dəlil gələnə kimi. İbadətdə də əsl olandır, haramlıqdır. Olmaz. Ta onun məşruğuna görə dəlil gələnə qədər. Sonra, deməli, bu ikinci dəlildir. Üçüncü dəlil, bu başqasını, yəni sən Peyğəmbərin məqamı ilə, bu Peyğəmbərə misaldır, əslində bu Peyğəmbərdən başqası da ola bilər, yəni kimsə Peyğəmbərin məqamı ilə deyil, başqa bir övliyanın məqamı ilə təvəssül edir Allaha. Yəni, bu da eyni hökmdədir. Sadəcə ən çox nədir? İndi Peyğəmbərdən, Peyğəmbər sallallahu əleyhi və səlləm məqamı ilə istifadə edib, bu cür ilə Peyğəmbərin məqamı ilə istəyirlər, Peyğəmbərin mənzili Allah dərgahında belədir və s. ucadır, önəmli, şübhəsiz, amma bununla təvəssül etmək olmaz. Və bu Peyğəmbərin məqamı, düzdür, onun məqamıdır. O üçüncü dəlil buna aiddir ki, bu həmin məqam başqasının əməli ilə təvəssül etmədir. Yəni, sən Peyğəmbərin məqamı Peyğəmbərə aiddir. Sən başqasının o məqama ulaşması, Allahın izindən çatması, bu onun əməlidir. Onun qazandığı Allahın rəhməti sayəsində onun əməlidir, ona aiddir. Və sən nə olur? Başqasının əməli ilə təvəssül etməkdir bu. Başqasının əməli ilə. Belə ki, dərəcə və məqamı insan öz əməli ilə əldə etmiş, başqasının əməli isə ona aiddir. Yəni, başqasının əməli o başqaya aiddir, sənə aidiyyəti yoxdur. Onunla başqa birisi təvəssül etsə əgər, yəni başqasının əməli ilə başqa biri, yəni bir nəfər ikinci nəfərin əməli ilə təvəssül etsə, bir nəfər öz əməli ilə deyil, ikinci şəxsin əməli ilə təvəssül etsə əgər, ona yad olan bir şey ilə istəmiş olar, yəni yad, ona heç adiyyəti olmayan, dəxli olmayan bir şey ilə
heç bir payı olmayan bir şeyle təvəssül etmiş olar. Halbuki Uca Allah belə buyurub. İnsana, bu ayədə də tərcüməni biz düzəliş verdik biraz, insana yalnız səy göstərdiyi işlər qalar. İnsana yalnız və yaxud belə deyək, insana səy göstərdiyi, özünün gördüyü işlərdən başqası qalmaz. Gördüyü işlərdən başqası qalmaz. Çünki burada əsas dəlil gətirdiyi məna nədir? Yəni, sənin öz əməlin var, sənə qalan hələ öz əməlin var, qalacaq. Başqasının əməli sənə qalmayacaq. Hətta bu ayənin təfsirində məsələn, bəziləri deyirlər, insanın öz övladının etdiyi salih əməllərin onunla heç bir adiyyəti yoxdur. Çünki o onun əməlidir. Amma indi başqa hədislər də var. Sədəqə cariyə, salih övlad, ona dua edən övlad. Məsələn, onu sən təbii ki, tərbiyə eləmirsən, sən tərbiyə etdirmirsən və s. oxutmursan, bu cür salih bir övlad olur və s. Onun əməlindən inşallah sənə də əcri vardır. Amma deyirlər nə, o başqasıdır. Bu ayənin bəzi alimlər dəlil gətirir. Deyirlər ki, bu başqasının əməlidir. Bu ayədə nə deyilirsə, insana yalnız öz etdiyi əməllər qalar. Öz etdiyi əməllərin, yəni bəhrəsini verə bilər. Bu başqasıdır. Amma digər alimlər də deyir, yox, o onun övladı, onun da əməlindəndir. O övladı o yetişdirib, o böyüyüb. O, məsələn, tərbiyələndirib və s. bu hala gətirib, o da onun əməli sayılır, məsələn. Yəni, əsas burada mövzumuza şahid tərəfi nədir? İnsana yalnız öz etdiyi, gördüyü işlər qalar. Onun savabını, əcrini görər və s. Öz etdiyi iş. Başqasının işi sənə qalan deyil. Ona görə başqasının məqamı ilə, başqasının imanı ilə, başqasının əməli ilə, yəni təvəssül etmək sənə heç bir adiyyəti yoxdur. O, onun əməlidir, ona aiddir. Nəcm surəsi 39-cu ayə, insana yalnız səy göstərdiyi işlər qalar, yəni özünün can atdığı, çalışdığı, iş gördüyü işlər qalar. Belə ki, təvəssül yalnız dua və ya salih əməl və yaxud günahı tərk etməklə olur ki, bu məşhur təvəssüldə bunların bu növlərdən biridir, keçmişdir. Qədir-qiymət, yəni kimisə qədir-qiyməti və yaxud məqamı və yaxud bu kimi mənəvi bir şeylə deyil. Yəni təvəssül bunlarla olmur. Hər hansı bir qədir-qiymətlə və yaxud da məqamla və yaxud da ki, hər hansı bir mənəvi bir şeylə, xüsusilə sənin deyil, başqasının yəni. Bu şeylərlə təvəssül olmur. Deməli, bu üçüncü dəlili idi. Sonra, burada belə bir şübhə və ona cavab var. Zənginləşdirici fayda. İçində Allahdan istədiyiniz zaman mənim məqamımla istəyin. Çünki doğrudan da mənim məqamım Allah qatında böyükdür. Sözləri keçən hədisə gəlincə, yəni bu cür hədisə gəlincə ki, hədisin əsnasında içində bu cür sözlər keçir ki, güya ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir ki, sizlər Allahdan istədiyiniz zaman mənim, yəni Peyğəmbərin məqamımla istəyin, həmən mənim məqamımla istəyin. Bu cah mənası məqam nədir? Yəni birinin qarşısında olan dərəcəsi, səviyyəsi, məqamı, mənzili. Yəni mənim deyir, məqamımla istəyin. Çünki doğrudan da mənim məqamım Allah qatında böyükdür. Buna şübhə yoxdur. Şübhəsiz ki, Allah Resulü'nün sallallahu aleyhi ve sellem Allah qatında məqamı böyükdür. Amma o məqamımla istəyin sözünə gəlincə bu nədir? Bu hədisə gəlincə bu yalandan uydurulmuş bir hədisdir. Yəni açıq-aşkar uydurulub. Etimad edilən sünnə, o dəvavin deyirlər, yəni sünnə hədislər toplanılan, mühəddislər məsələn hədis kitablarını yazıblar, rivayət ediblər filan kəsdən, ən məşhur bildiyimiz Buxari, Müslim və digər Kütüb-ü Sittə, Kütüb-ü Tisə və digərləri, yəni digər etimad olunan sünnə kitablarından heç birində yoxdur bu. Yəni əsli belə yoxdur. Biri var, məsələn zəifdir, orada uydurma bir ravi var və yaxud zəif bir ravi, ümumiyyətlə yoxdur, əsli yoxdur bu. Bu rivayətin Allah Resulü'nün adına sallallahu aleyhi ve sellem uydurulan bir şeydir. Heç bir mötəməd etimad olunan sünnə kitabları, hədis kitablarında heç birində yoxdur ümumiyyətlə. Deməli, bir bəndəyə Allah Resulü'na etdiyi itaət elə, yəni bir qul Allah Resulü'na bir itaət edir. Allah Resulü'na sallallahu aleyhi ve sellem itaət edir. Bax, o etdiyi itaət ilə və ona, Peyğəmbərə göstərdiyi tabiçiliklə təvəssül etməsi caizdir. Yəni, çünki bu sənin əməlindir. Peyğəmbərə etdiyin itaətlə, Peyğəmbərə göstərdiyin tabiçiliyi, onun yolunu izləmək və s. ittiba deyilən bir şey. Bununla, bu sənin etdiyin əməldir, bununla təvəssül etmək caizdir ki, bu nəyə aiddir? Həmin o biz dedik, əvvəl keçdiyimiz məşhur
qismə daxildir və bu nədir? Salih əməllərlə təvəssül etməkdəndir. Salih əməllərlə təvəssül etmək növündəndir, məşrudur. Amma bu sənin öz əməlində. Amma başqasının məqamı ilə, imanı ilə və s. heç bir adiyyəti yoxdur bizlərə. Hər kəsin əməli özünə. Burada üçüncü nədir? Üçüncü növ bu artıq həmin o qeyri-məşru təvəssülün birinci növünü keçdi, şirki idi, ikinci növü bidəyi, üçüncü növü də bidəyi, həmin o bidət. İslamdan çıxartmayan bidət təvəssüldəndir. İslamdan çıxartmayan bidət təvəssüldəndir. O da nədir? Allaha məxluqların zatı ilə təvəssül etmək, yəni məxluqların birbaşa özü ilə təvəssül etmək. Yəni misal gətirin, bəzən deyirlər ki, yəni burada misallar gələcək. Məsələn, bəndə öz Rəbbindən ehtiyacını istəyir, Rəbbinə dua edir, Allahdan öz ehtiyacını istəyir və ona bir peyğəmbərinə və ya yəni Allaha, Allahın bir peyğəmbərinə və ya bir vəlisinə, övliyalardan bir övliya və yaxud peyğəmbərin haqqına və ya o vəlinin, hansı bir vəlisinin haqqına və buna bənzərinə and verərək ehtiyacını Allahdan istəyir. Yəni, məsələn, buna misal, təvəssül edənin belə deməsi, məsələn, təvəssül edir, bu cür deyir. Buna misal nədir? Allahım, səndən sənin peyğəmbərin ilə istəyirəm. Bizim mötərəzdə yazdım, bizdə bu cür anlaşılır. Ərəblərdə bu var. Sadəcə fərqli üslublardır, bu burada keçir. Yəni, and vermək. Deyirsən ki, and verirəm səni peyğəmbərinə, yəni Allaha and verirəm, əstəğfurullah deyirsən, Allahım, and verirəm səni peyğəmbərinə. Necə bizdə deyirəm, and verirəm səni Allaha. Bu, normalda bu söz mənası nədir? And verirəm Allaha, yəni Allah üçün, Allaha and verirsən, yəni insana and verirsən Allaha, yəni Allah xatirinə, Allah üçün, Allahın sənin yanında olan sevgisi, dəyəri xatirinə, məsəl üçün, nəsə istəyirsən. Allah. Amma bu tam əksinə Allahdan yəni hansısa bir məxluqun xətrinə deyirsən ki, and ver, Allahım, and verirəm səni filan peyğəmbərinə və vəlinə və başqasına. Bununla da yalnız nədir? Onun zatını qəsd edir. Yəni deyəndə ki, səndən peyğəmbərinlə istəyirəm və yaxud Allahım, and verirəm səni peyğəmbərinə. Burada peyğəmbərin yalnız özünü nəzərdə tutursan, öz zatını qəsd edirsən. Ki, mənə bu cür verəsən, yəni bu duanın davamıdır, yəni bu cür deyir ki, peyğəmbərinə istəyirəm ki, mənə bu cür, yəni filan şey verəsən, nəsə istədiyi bir şey, and verirəm səni peyğəmbərinə, mənə filan şey verəsən və ya məndən bu cür dəf edəsən hər hansı zərəri, yəni hər hansı bir xeyri verəsən və yaxud hər hansı bir zərəri məndən dəf edəsən, bu cür dua etmək və ya bu misalları tutaraq və ya belə deməsi, deyir ki, Allahım, səndən bunu istəyirəm filan vəlin vasitəsilə, yəni filan vəlinin övliyalarından bir övliyanın vasitəsilə və ya filan peyğəmbərin haqqı ilə, yəni sanki anlaşılan nədir? O peyğəmbərin Allahın üzərində bir haqqı var, vacib olan bir haqqı var və peyğəmbərin o haqqı ilə səndən istəyir və yaxud bu cür deməsi ki, bunlar hamısı həmən bidət təvəssül ilə misallardandır ki, Allaha məxluqların zatı ilə təvəssül etmək və yaxud bu cür deməsi, deyir ki, Allahım, and verirəm, bu artıq ərəbcədə bu cür keçir. Allahümə inni aqsəmtu aleyk. Yəni, and verirəm səni filan kəsə, mənim ehtiyacımı qarşıla. And verirəm səni filan kəsə, mənim ehtiyacımı qarşıla. Bu cür, məsələn, təvəssül etməsi. Bu növ təvəssülün hökmü isə, deməli, anlaşıldı birinci bu misalların üzərindən duraq. Deməli, nə oldu? Bildiniz, yəni Allaha onun məxluqlarından hər hansı bir istər bu ən yaxınlaşdırılmış peyğəmbər, ən üstün peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem olsun, istər ən yaxınlaşdırılmış mələklər olsun, istər hər hansı bir övliyalardan, salih insan və s. olsun. Yəni Allahın məxluqunu neyinsən, deyirsən ki, Allahım, and verirəm səni filan kəsə, filan peyğəmbərinə, filan vəlinə və s. Və yaxud da ki, filan kəsin xətrinə, filan kəsin vasitəsilə, filan kəslə səndən istəyirəm, filan kəsin vəsiləsi ilə səndən istəyirəm. Nədir? Allahdan həmən o məxluqatın zatı ilə birləşə zatını istəyirsən. Bax, bu növ təvəssülün indi hökmü. Hökmü isə nədir?
Təhrimdir, təhrim. Yəni nədir? Haramdır. Bu heç bilməməli. Bu nədir? Haramdır. Dəlili isə aşağıdakilərdir. Bunun haram olmasına aşağıda müəlliflər 3 dənə dəlil gətirir. Bunun məşru olmasına dair birinci dəlil. Bunun məşru olmasına dair heç bir dəlil gəlmir. Eynən o sahabələrin Peyğəmbərin məqamı ilə təvəssül etməməsinə kimi, yəni buna oxşar dəlil ki, buna məşru olmasına dair heç bir dəlil yoxdur. Və əvvəl də dediyimiz kimi, təvəssül ibadətdir, duadır, dua ibadətdir. Hə? Və orada əsl olan nədir? Təvqif. Əsl olan odur ki, durursan. Ta sənin o şeyin məşru olmasına dair dəlil gələnə qədər sənə onu etmək haramdır. Halbuki Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurub. Hər kəs əmr etmədiyiniz bir iş tutarsa, o ondan rədd olunar, yəni qəbul olunmaz. Bunu Buxari ixrac etmişdi bu hədisi. Yəni dində əsli yoxdur, məşru deyil, ona dair heç bir nas, dəlil, yəni ayə, hədis, dəlil yoxdur şəriətdə bu təvəssülün növünə dair, məşru olmasına dair. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə buyurub? Bu ümumi bir qaydadır. Bidətə qarşı ümumi bir qaydadır. 2 dənə əsas hədis var buna dair ki, bu onlardan biridir. Hər kəs əmr etmədiyiniz, yəni Peyğəmbər bunu əmr etməyibsə, əmr etmədiyimiz bir iş tutarsa, ki bu da onlardandır, çünki buna dair heç bir dəlil yoxdur, o ondan rədd olunar, qəbul olunmaz. Bunu Buxari ixrac etmişdir. İkinci dəlil, bu həmən təvəssül şirkə aparan yoldur. Həmən o zəriyadır yazmış və dəriya. Biz demişdik, zəriyələri nədir? Şirkə aparan yolları bağlamaq məsələsini keçmişdir. Bu şirkə aparan yoldur. Şirkə aparan yoldur. Burada fikir verin. İkinci və üçüncü qism, növ daha doğrusu, bu qeyri-məşru qismin 3 növü keçdi. Birinci şirki idi, son ikincisi bidir. Yəni Peyğəmbərin məqamı ilə diləmək Allahdan, Allaha təvəssül edirsən, Allaha dua edirsən. Burada Allahdan başqası dua yoxdur. Allahdan istəyirsən. Ona görə bu böyük şirk deyil. Yoxsa Allahdan başqasından istəsən, birinci qism növdə olduğu kimi, o artıq böyük şirk olar. Burada Allahdan istəyir. Allahın məni Peyğəmbərin məqamına, sənin yanında olan hörmətinə görə bağışlama Allahdan istəyirsən. Amma caiz olmayan bidət şəkildə istəyirsən, bu nədir? İslamdan çıxartmayan bidət. Və bu sonuncu oxuduğumuzda burada məxluqumuz, burada yenə Allaha dua edirsən, Allahdan müraciət edirsən. Sadəcə filan kəsin xətrinə, filan kəsin zatı ilə istəyirsən, filan kəsin and verirsən, Allahım and verirəm səni filan kəsə, mənə məsələn filan şey ver, yenə Allahdan istəyirsən. Ona görə bu böyük şirk deyil. Çünki burada istənilən kimdir? Allahdır. Kimdən istəyirsən? Allahdan istəyirsən. Amma icazəli olmayan şəkildə, bidət şəkildə istəyirsən. Deməli bu nədir? Bu amma şirk olmasa da, amma həmin o ikinci dəlil nədir? Bunun caiz olmamasına dair, haram olmasına dair. Bu şirkə aparan yoldur, həmin o zəriyədir. Bəzən də böyük şirkə gəlib çıxır. Əgər böyük şirkə gəlib çıxma səbəblərindən birini gətirir. Nə vaxt böyük şirkə gəlib çıxar? Əgər təvəssül etdiyi haqda, yəni sən məsələn Peyğəmbərlə, deyir ki, Peyğəmbərin and verirəm səni Peyğəmbərinə, Peyğəmbərlə təvəssül edirsən, həmin o əgər təvəssül etdiyi haqda, həmin o kimlə təvəssül edir? Məsələn Peyğəmbərlə sallallahu aleyhi ve sellem. Əgər təvəssül etdiyi haqda uca Allahdan başqa fayda və ya zərərdən hər hansı bir şey etiqad edərsə, yəni etiqad edərsə ki, həmin o təvəssül etdiyi məsələn Peyğəmbər Allahdan başqa kim olursa olsun, etiqad edirsə ki, o fayda cəlb edə bilər, zərər səndən yox edə bilər, bu artıq nə olur? Rübubiyyətdə şirk olur, hətta isim sifətdə də şirk olur. Düzdür, çünki kainatda Allahdan, yəni Allah subhanahu teala'dan başqa hamısı Allahın yaratdıqlarıdır. Və kainatda təsərrüf sahibi yalnız və yalnız Allahdır. Kainatda fayda vermək, zərəri vermək və yaxud uzaqlaşdırmaq yalnız və yalnız Allahın əlindədir. Xüsusilə də bu, yəni ölüdən söhbət gedirsə, yəni biz dedik ki, ölülər ümumiyyətlə qeyri və şərtsiz qeyri-qadirlər sinifinə daxildir. Onlar heç bir şeyə qadir deyirlər. Ona görə onlardan nəsə istəmək artıq nə olur? Mütləq həmən onu görürsünüz, ya fayda, ya zərər verdiyi etiqadında deməli və ya hər hansı bir batil etiqadda da artıq orada ya rübubiyyətdə, ya üluhiyyətdə, üstəlik ya da isim sifətdə ya da hamısında şərik qoşmuş olur. Deməli bu nədir? Təvəssül biz demişdik sonda vaxt qalsa
İndi unutmuşdum. İndi bu yeri gelmişken diye onsuz da bir cümle qalıb. Deməli, unutmadan. Bu unutmadan çok güzel bir kitap var. Muhammed Cemil Zeynu'nun kitabı ve səhv etməsə tam olmasa da Rusça ve Azərbaycan Türkçesinde onun tercümesi var. Tam olmasa da yani bizim okulumuzun tamı değil. Belki bazı kitaplar muhtasar variantı da olabilir. Belki bilmiyor onu. Belki muhtasar variantından tercüme edilir ama Ərəbcəsində çok güzel şekilde izah olunur. Hatta Rusçasının tercümesinde de səhv edilməsə izah olunur. Deməli bu təvəssül həmin məsələdə. Məsələn, bidət təvəssüldür. İslamdan çıxartmayan, şirk dərəcəsinə çatmayan təvəssüldür. Deyir ki, filan kəs Allahım, deyir ki, Allahım məni məsələn peyğəmbərin xətrinə bağışla. Təvəssül edir peyğəmbəri sallallahu aleyhi ve sellem. Allah'tan istəyir. Bu böyük şirk değil. Allah'tan istədiyi üçün. Bunu ne zaman? Ümumiyyətlə bu qayda olarak biz bunu hemen o boyuna asılan şeyler, mesela təmimələr və s. kiçik şirk keçdikdə bir neçə dərs bundan qabaq demişdik ki, bəzən kiçik şirklər nədir? Mətndə də keçmişdir. Bəzən kiçik şirklər böyük şirkə çevrilə bilir. Və böyük şirklə çevrilməsinin səbəbi çox vaxt etiqad olur. Etiqad, yəni bu büyük şirk sahibi, küçük şirk sahibi, bu küçük şirk olduğu için İslam'dan çıkarmır. Ama müəyyən bir etikada sahip olur diye o etikada göre nedir? Büyük şirk olur artık. O küçük şirk çevrilir etikadın sayesinde belediye etikad sebebinden ucbatından veyahut değil büyük şirke. Ve bu tevessülde de bunun büyük şirke çevrilme halları var. En azından o risalede hatırladığım iki sebep getirilir. Biri, eğer tevessül eden o cür etiqad ederse ki Allah subhanahu wa ta'ala vasitəçisiz bu cür tevessül etmeye bir kimse, peygamber mi başkası olmadan duasını kabul etmez. Bu cür tevessül ederse, bu cür yani etiqad ederse bu artık böyük şirke geçer. Çünkü artık Allah'ın koymadığı bir şart. Yani o olmadan Allah subhanahu teala vasitesiz, güya tevessülsüz duanı kabul etmir diye etiqadında olarsa ve yaxud da ki Allah subhanahu teala bu cür vasitəçilərə möhtacdır, ihtiyacı var. Yani bu cür vasitəçilər olmadan da dua etmək mümkün değil. Artık hemen o Allah'ın estağfurullah niyeyse möhtac olduğuna dair yani etiqadla bağlı gördüğümüz gibi möhtac olduğuna dair. Sadece tevessül ettiğine dair değil, tevessül ettiğimiz bu şekilde dediğimiz gibi İslam'dan çıkartmır. Ama tevessül ettiği halde bu cür batıl bir etiqada sahipse o etiqadına göre hemen ettiği tevessül böyük şirke çevrilir. Deməli bu ne? İkinci dəliliydi hemen bu tevessülün haram olmasına dair. Bu cür etiqada sahip olarsa hatta böyük şirk olur. Üçüncü delil neydi? Filankəsin hakkıyla istemek. Yani Allah'a deyir ki Allah'ım peygamberinin hakkıyla, övliyaların hakkıyla, isteyenlerin hakkıyla ki buna dair gelecek bu cür zayıf hadiste var. Filankəslərin hakkıyla istemeyi Allah'tan istəyirsən, filankəsin hakkıyla senden istəyirəm. Bu cür istemeyi Halik Allah üzerinde məxluqun hakkı var mənasını nəzərdə tutur. Yani sen deyəndə ki Allah korusun, Allah'ım senden filan kesin mesela peygamberlerin hakkıyla, isteyenlerin hakkıyla, evliyaların hakkıyla senden istəyirəm. Yani bu cür hakkıyla istəyirəm. Bu duanın özü neyi nəzərə tutur? O nəzərə tutur ki, deməli sənə göre sanki Allah'ın, Halik'in üzerinde her hansı bir məxluqun hakkı var mənasını nəzərə tutursan. Yani hak burada ne? Vacib. Yani mütləq. Yani istədiysən mütləq bu hak Allah'a vacibdir. Allah bunu eləməlidir nəsə. Yani bu cür bir şey anlaşılır ki, Mu'tezilərin əqidəsidir. En birinci Mu'tezililer bunu eləmişlər ki güya ki Allah üzerinde vacib şekillenir ki bendenin birbirinin karşısında bizim birbirimizin arasında mesela kimse borç verdi. Mənim onun üzerinde hakkım var veyahut da kimse yani mesela erinin arvad üzerinde, arvadın eri üzerinde veya diğer insanlar arasında o haklar ki var. Yani estağfurullah bu cür məxluqlar arasında olan haklar, vacib olan haklar olduğu kimi de deyir Allah'ın üzerinde nedir? Bu cür haklar var, müəyyən haklar var. Mu'tezilə əqidəsidir ki nedir? Bu cür mənanı nəzərdə tutur. Ona göre nedir? Bu batıl bir mənadır ve en azından buna göre de bu dəlillərdən biridir. Bu cür təvəssül etmeyi filan kəslərin haqqıyla və filan kəslərin vasitəsilə dua edirəm, istəyirəm.
Bu nedir? Haramdır. Demek devam edelim metni. Sonuncu cümle. Allah'ın üzerinde ise öz sadık vədi ilə, verdiği söz ile özüne hak bildiği haktan başka hiçbir hak yoktur. Yani Allah'ın üzerinde hiç kesin hakkı yoktur. Ancak hansı Allah'ın üzerinde hak var? Özü özüne vacip ettiği. Özü özüne nedir? Mesela bu hadiste geçtiği kimi ben özüme haramı zulmü haram bildim. Öyleyse birbirinize zulmetmeyin. Yani Allah subhanahu teala özü özüne neyse hak bildiyse öz sadiq vədi ilə mənim rəhmətim, qəzəbim üstələnmişdir və s. Yəni bu cür özü vəd verdiyi bir şeylər, verdiyi üçün özü özünə onu hak bildiği için ettiği şeyler var. Ama belə az önce dediğimiz gibi bende arasında, biz kullar arasında olan birbirimize olan vacip olan haklar ki bu vacibdir. Eləməlisən və yaxud mən eləməliyəm sana karşı bir hakkım var. Yani senin benim üzerinde hakkı var. Yani bu cür bir Allah'ın üzerinde hiç kesin hakkı yoktur. Deməli, Peygamber sallallahu aleyhi ve sellem ile tevessül etmeyin üç növü var. Bunun iki növü meşrudur, bir növü gayrimeşrudur. Bu sadece hulasa sırf peygamberle tevessül etmeye ait. Biri nedir? Meşru olan növü. Peygambere olan imanla, yani sen Allah'a peygamberine sallallahu aleyhi ve sellem iman getirirsen, peygambere olan imanla, ona olan sevginle, ona olan itaatle, ittibayla vesaire ki metinde bu da benzerde geçmiştir. Bu meşrudur. Yani Allah'a bir sanki dua edende Allah'ım peygamberine ettiğim imanla senin emelinde bu. Peygamberin məqamına göre değil. Peygamberin məqamı ona ait. Peygambere senin peygamberine iman getirdiğine ayet olduğu gibi bir çağrısı geldi. Allah iman getirin dedi. Biz de iman getirdi. Allah bu tevessüldür. Veyahut peygambere olan sevgimle, peygambere olan itaatle. Bu cür nedir? Bu tevessül etmeyi meşrudur. Veya ikinci peygamberin sallallahu aleyhi ve sellem hayattayken, bu artık sahabelere aittir. Hayattayken peygamberin nedir? Duasıyla veya şefaatiyle veya ona şefaat talep etmeyle yani nedir? Bazı sahabeler açık bu sözle düzdür. İndi bugünkü gündə o cür ihtilaflar o meselede o kadar da şeyləməyib. Ama yani açıq-aşkar hədislər var ki, bəziləri gətirib sağlığında Ənəs bin Malikdən və digərlərindən rivayətlər var, səhih rivayətlərdir ki, gəlib istəyirlər. Gəlib istəyirlər Peyğəmbərlərə, dua istəyirlər, şəfaət istəyirlər, qiyamət günü şəfaət olacağına dair, hətta qiyamət günü səni filan yerdə görməsəm, harada tapım və s. istəyirlər və o da hətta edərəm demişdir. Edərəm demiştir. İnşallah sadece ne demiştir? Mənə ama yardımcı ol bu şeydən. Səcdələri artırmaq və s. bildiğimiz hədislərdədir. Və bu həyatdayken və məşhur şəfaət hədisi Peyğəmbər sallallahu aleyhi ve sellem qiyamətdə artıq yəni qiyamət qopandan sonra haqqı hesabın başlanması üçün bir Adəm aleyhissalamın yanına gələcək, Nuh aleyhissalam, İbrahim, Musa nədir? Gələcəklə və sonunda nədir? Məqam Məhmud dediğimiz ki her kim peygamberin şefaatine nail olmak istəyirsə, elhamdülillah hiçbir şirke ihtiyacı yoktur, hiçbir bidete ihtiyacı yoktur. Allah Resulü sallallahu aleyhi ve sellem günde 5 azan, indi Allah azan eşitmeyenlere de azan eşitmeyi nasip eləsin. Yani günde 5 vaxt azan eşidirik elhamdülillah. Yani her azandan sonra Allah'ım Rabbi hali davet davet orada nedir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki kim hemen her azandan sonra keçən dərslərdə deyilsən oxumuşdu. Hər azından sonra bu cür dua edərsə, mənim üçün vəsilə istəyərsə ki, məqam Məhmuddur. Nədir? Mənim şəfayətim ona haqq olar, mənim şəfayətimə nail olar. Yəni, əlhamdülillah, ya da Allaha dua edirik. Allahın indi də dua istifadə eləyir. Allaha dua edirik ki, Allah subhanahu teala bizə Allah Resulünün sallallahu aleyhi ve sellem peyğəmbərlərin, mələklərin şəfayətinə nail etsin. Elhamdülillah, şəfayət sahibi Allahdır. Şəfayəti Allahdan istəyirik. Allah kimə izin verirsə, kim üçün izin verirsə, şəfaət etmək verər. Yoxsa ayələrdə keçdiyi kimi onların heç bir şəfaətçilərin şəfaəti onlara fayda verməz yəni. Əgər Allah istəməsə fayda verməz. Deməli nədir? Bu və axirətdə istəyəcəklər. Duyum insanlar bir gəlib, sonuçda Peyğəmbər sallallahu aleyhi ve sellem, Muhammed Peyğəmbərin sallallahu aleyhi ve sellem yanına gəlib deyəcəklər və o da deyir, bu mənlikdir deyəcək. Mənlikdir çünki o haqq ona veriləcək. Ve artık geleceği bildiğimiz gibi secdeye kapanacak. Allah ona izin verene kadar secdede kalacak. Onu bilmediği dualar, senalar vesaire öğretilecek. Onunla sonra diyeceği başını kaldır iste, istediğin verilecek, şefaat et. Sen
yani şəfaətin qəbul olunacaq deyiləcək. Və o da ümmətin biri. Sallallahu aleyhi ve sellem. Bu iki məşru növü idi. Məşru növləri idi Peyğəmbərlə təvəssül etməyin. Üçüncü növ isə məşru olmayan, bu da nədir? Peyğəmbərdən sallallahu aleyhi ve sellem onun vəfatından sonra Peyğəmbərin duası ilə, Peyğəmbərə dua etməklə və s. təvəssül etmək. Yəni gəlib ya onun zatı ilə Allahım onu xətrinə mənə bağışla, onun məqamına görə mənə bağışla və s. xətrinə və ya dediyimiz kimi birbaşa and verməklə Allahım Peyğəmbərin səni verirəm and Peyğəmbərinə və s. Ya bu cür az öncə keçdiyimiz və yaxud haqqı ilə bu cür təvəssül nədir? Caiz deyildir, məşru deyildir ki, onlara dediyimiz kimi bəzən böyük şirk olur, bəzən kiçik şirk. Burada bir söz var. İmam Ebu Hanifə rahimehullah və onun ardıcılları, yəni Hənəfi alimləri, Hənəfi məzhəbində olan alimlər rahimehullah ecmaîn, onlar deyirlər nədir? Məxluq ilə Allahdan istənilməz. Yəni Allahın and verirəm sənin filan kəsə xətrinə və s. Məxluq ilə, məxluq vasitəsilə Allahdan istənilməz və bu cür heç kəs deməməlidir ki, Allahım səndən Peyğəmbərlərinin haqqı ilə istəyirəm və yaxud buna bənzər heç kəs deyə bilməz. Yəni azğınlar deyirlər ki, Peyğəmbərimiz bu cür şübhə atılır. Ümumiyyətlə azdıran, deməli, bəzi şübhələr atılır. Deyirlər ki, Peyğəmbər bəyəm sallallahu aleyhi ve sellem vasitə deyil bizlə Allah arasında, bəzi vasitədir. Yəni vasitə başqa şeydir, onu ibadətdə təvəssül etmək başqa. Peyğəmbər bizlə Allah arasında vasitə neyin vasitəsidir? Təbliğdə, şəriətə, Allahın dinini bizə çatdırmaqda vasitədir. Yəni çatdırmaqda vasitədir. Yəni onun vasitəsilə bizə gəlmişdir. Amma yəni muta, necə deyirlər ki, muta o qeyri-məbud. Yəni o bir itaət olunandır, ibadət olunan deyil. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem itaət olunandır. Ona itaət etmək lazımdır. İbadət etmək deyil. İbadət yalnız və yalnız Allaha aiddir. Yəni o ibadətdə vasitə deyil. Allah subhanahu teala əlhəmdə ibadətləri də yəni Quranda buyurduğu kimi nədir? Qullarım mənim haqqında səndən soruşanda demir de ki, mən yaxınam. Orada de ki, belə demir Allah subhanahu teala. Halbuki səndən aylar haqqında soruşur və de ki, onlar belədir. Səndən heyz haqqında soruşur ki, de ki, belədir. Yəni şəri əhkamlardır bu, insanlarla bağlı əhkamlar. Amma birbaşa Allahın özü ilə bağlı orada de ki, sözünü belə demir. Qullarım mənim haqqında səndən soruşanda mən yaxınam deyir birbaşa. Mən yaxınam. Mən yaxınam, dua edənin duasını qəbul edirəm. Yəni, dua etməkdə, ibadət etməkdə heç bir vasitəçə ehtiyac da yoxdur. Vasitəçi tutmaq da bu şirkdir. Şirkdir. Nəvaqid-ül İslamda, Nəvaqid-ül İmanda da ikinci gələn həmən Allahla bəndə arasında vasitələr qoymaq, onlara dua etmək və s. Bu nədir? Şirkdir. Sonra deməli nədir? Bu bir şübhədir. Ondan sonra ümumiyyətlə bu cür bidət, yəni istər şirk növü olsun, istər şirkdən aşağı növü olsun, bu cür qeyri-məşru belədir. Hər iki növü əhatə etsin. Yəni qeyri-məşru təvəssüllərə düşməyin səbəblərindən ən birinci təqlid, kör-körün təqlid. Yəni insanlar batil bu cür etiqadı yayan insanlara kör-körün təqlid edirlər, araşdırmırlar, baxmırlar və burada nəzərdə tutan təqlid nədir? Qarşı tərəfin hüccətini, dəlilini bilmədən kör-körünə ona tabi olmaq. Kör-körünə ona tabi olmaq. Yəni, insanlar da həmən insanlar, o azdıran insanlar. Bu cür ardınca gedənlərin cahilliklərindən, yəni cəhalətlərindən istifadə edərək onları nədir? Azdırırlar. Onları azdırırlar. Ona görə nədir? Mütləq araşdırma lazımdır. Bu cür kör-körünə təqlid bu və digər şeylərə düşmək, azınlıqlara düşmək səbəblərindəndir. Ondan sonra nasları, ayə və hədisləri doğru anlamamaq, yaxşı, düzgün anlayışla, yəni fəhmin zəifliyi, onları doğru anlamamaq, yanlış təfsir etmək, özəlliklə də yəni özlərini elmə nisbət edən insanların yanlış təfsirlərinin ardınca düşmək. Məsələn, bu cür ayə deyilər. Keçən dərslərdə oxumuşduq. وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ Allaha vəsilə axtarın. Allaha vəsilə axtarın. Halbuki biz nə dedik? Keçən dərslikdə desəm, təfsirçilərin, təfsir əhlinin icması ilə orada vəsilə nədir? Allaha itaət ilə yaxınlaşmaq. Şirklə
Yəni deyil ki, şirklə yaxınlaşmaq onlar elə zənn. Allaha itaət ilə yaxınlaşmaq, itaət növündən olan şeyləri etməklə Allaha yaxınlaşırsan, vəsilə budur. Allaha bu vəsiləni axtarmalıyıq. Neynirlər? Bu ayəni gətirib deyirlər vəsilə. Birinci etdiyi şirklərin adlarını şirk deyil, dəyişdirib qoyurlar vəsilə təvəssül. Sonra vəsiləyə aid bir ayə gətirib deyirlər ki, bu vəsilə axtarın. Görürsünüz, bu da vəsilədir. İnsanlar birinci vəsilə olduğunu bunu yeridirlər. Sonra da ona dair bir özlərindən bir oxşadırlar. Yəni ona görə alimlər nə deyirlər? Bu şeylərə dəlil demirlər, şübhə deyirlər. Yəni dəlilə oxşadırlar. Dəlilə oxşadırlar və yaxud qarışdırma mənasında işlənir. Üçüncü, həmin o azmanın səbəblərindən insanların dilində dolaşan bəzi uydurma və yaxud zəif rivayətlər insanları o şeylərə düşürür. Yəni səhih heç bir əsli yoxdur. Uydurma şeylərdir. Necə bəzi vaizçılar deyirlər də, yəni belə xütbə təbliğçilər nə deyirlər? Məsələn, bəzi uydurma hədislər deyirlər. Məsələn, az öncə oxuduq onu yoxsa yox? Hə, oxumuşduq mətndə ki, istəyəndə Allahdan mənim məqamımla istəyin. Hə? Bu yəni keçdiyimiz kimi yəni hədis səhih deyil. Hədis səhih deyil və nədir? Bunu bu cür deyirlər, səhihi zəifdən ayıra bilməyən təbliğçilər, niyə təbliğat aparanlar və s. deyirlər və insanları bu şeylərlə azdırırlar. Bu hədisdə bildiyimiz kimi əsli belə yoxdur. Nəinki səhih deyil, zəifdir, əsli belə yoxdur. Ondan sonra başqa bir hədis də var. Düzdür, o hədisin başqa izahları var. Fərz edək ki, o səhihdir, onun da cavabları var. Artıq amma dərsimiz çox uzandı. Sadəcə onu qeyd edeyim ki, zəif hədisdir. O da nədir? Yəni kim bu cür rivayət olunur Peyğəmbərdən sallallahu əleyhi və səlləm, kimdir evindən çıxarkən bu cür desə, Allahım səndən istəyənlərin haqqı ilə istəyirəm, yəni sən də istəyirsən, istəyənlərin haqqı ilə istəyirəm ki, istəyənlərin haqqı odur ki, indi onlara görə ki, mütləq dəvətinə icabət edər, yəni istəyənlərin haqqı ilə istəyirəm deyə bu cür dua edərsə, yəni nədir? Dəlil gətirirlər ki, görürsünüz, istəyənlərin haqqı ilə var. Mən də Peyğəmbərin haqqı ilə və Əlimin başqa haqqı ilə istəyirəm və s. Halbuki bu hədis zəifdir. Zəif hədislər dediyimiz ki, ehtilatda ümumiyyətlə dəlil olaraq qəbul olunmaz. Halbuki bunun fərz etsək belə, nazirədə məsələn, güzəşt, tənzil üslubu var. Fərz etsək belə səhihliğini, bunun da əlhamdülillah cavabı var. Bunun da cavabı var ki, artıq bununla da kifayətlənək və qul qavli hədə və estağfirullah və lakum lisa'il muslimin. Allah bize eşitlik faydalarından versin. Allah bize hakkı hak olarak göstersin. Bunun talebi olanlarla eylesin. Batılı da batıl olarak göstersin. Ondan çekilenlerden eylesin. Amin. Allah bize faydalı ilim ve salih amel nasip etsin. Allah bize bildiğimiz ve bilmediğimiz Allah bütün günahlardan korusun. Allah bize şirkin büyüğünden de, küçüğünden de, gizlisinden de, açığından da korusun. Tevessülün, yani gayrimeşrusundan da Allah subhanahu teala bizi korusun. Amin. Subhanakallahumma ve bihamdik. Eşhedü en la ilahe illallah estağfiruke ve etûbü ileyk. Allahümme salli ve sellim ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu.